Salam, hər vaxtınız xeyirli olsun əziz və dəyərli dostlar. Ölkənin bir nömrəli hava səhifəsinin dəyərli izləyicilər. Bu günləri tarixlər aprel ayının 4-ünü göstərir və mən kurtkadayam. Deməli, kurtka geyinmişəmsə nə göstərir? İzləyicilərin sözünə uyğun olaraq deyim. Hava şəraitinin dəyişilməsi gözlənilir. İkinci dalğa haqqında məlumat vereyim. Ölkəmizə soyuq hava dalğasının ikinci dalğası gəlir və bu gün ayın 4-ü günün ikinci yarısından etibarən ölkəmizin şimal-qərb və qərb bölgələrinə güclü yağıntılar olması, leysan xarakterli yağışlar olması, Qax-Zaqatala, Balakən, Şəki, Qəbələ, İsmailiyə xüsusilə güclü yağıntılar olacağı gözlənilir. Qazax, Gəncə, Tovuz, Akstafa, Şəmkir bölgələrinə də güclü yağıntıların olması gözlənilir. Şimal bölgələrində Quba, Qusar, Xaçmaz ərazilərində güclü yağıntıların olması gözlənilir. Naxçıvan Muxtar Respublikasında güclü yağıntı olması gözlənilir. Cənub bölgələrində həmçinin yağıntılı hava şəraiti davam edəcək. Bakı, Abşeron yarımadasına isə bəzi ərazilərə günün bəzi saatlarında yağıntılar ehtimal olunur. O da xüsusən də gecə və səhər saatlarında, misal üçün ayın 4-dən 5-nə keçən gecə, 5-dən 6-na keçən gecə və səhər saatlarına yağıntılı olması gözlənilir. Bəzi ərazilərdə ölkə ərazisində ayın 10-na kimi hava şəraiti yağıntılı olacaq, bəzi ərazilərdə isə 7 və 8-ə kimi davam edəcək, ətraflı məlumatlar olacaq. Mərkəzi Aran bölgələrində və digər bölgələr isə yağıntılar digər bölgələrin adını çəkdiyim bölgələrdən nisbətən zəif olacaq, amma ümumilikdə yenə də ölkə ərazisində soyuq hava şəraiti davam eləməsi gözlənilir. Ətraflı məlumatlar olacaq. Bizləri izləməyi unutmayın. Sizləri çox sevirəm.